İblis əsəri ikinci pərdənin izahına baxırıq. Deməli, ikinci pərdə ərəb zövqünə uyğun süslü bir salon, qarşıda, sağda və solda birər qapı, birkaç pəncərə, iblis xidmətçi ərəb qiyafəsində ötəyi bəri düzəldir. Artıq bu ikinci pərdə İbn Yəminin evi, malikanəsi nəzərdə tutulur. Bax, bu ərəb zövqünə uyğun süslü bir salon. Bu remarka hissəsi bizə bunu deyir. İbn Yəminin malikanəsidir. İbn Yəmin qarşıda qapıdan gələrək, qarşıdakı qapıdan gəlir. Bana bax, durma əzizim, çabuk ol. Durma, get, haydi, imamı arab ol. Söylə gəlsin də nikahı qıymaq üçün. Deməli, İbn Yəmin iblisə deyir ki, get imamı çağır ki, gəlsin nikahı qıysın. İblis də xidmətçi qiyafəsindədir. İbn Yəminin evindəki xidmətçinin cildindədir iblis. Baş çavuş zənn edərim, getdi dəmin. Baş çavuş zənn edərim, getdi dəmin. Pek gözəl, gəlsə həmən söylə bana. Söylərim, lakin əmin ol Rəna, bir qədər göstərəcək istixna. İstixna nə deməkdir? Etiraz eləyəcək, yəni razılaşmayacaq bundan. Nə vəzifən deyil aid bu sana. Yəni, bu deyir, sənin vəzifən deyil, sənə aid deyil. Onu yəni mən bilərəm, belə demək istəyir İbn Yəmin. Əmrə borcumdur itaət heyfa, ona məcbur edəməzsin zira. Böyle bir cəbri hökumət duysa cəbri zülmü, yəni məcburiyyəti, çəkəcəkdir başımız dürlü bəla. Çünki var başqa günahın da sənin, orduya devlətə çıxdın xain. Deməli İbn Yəminə deyir ki, iblis xidmətçi qiyafəsində də bunu məcbur eləyə bilməzsən də, yəni Rəna ilə məcbur evlənə bilməzsən. Buna əgər hökumət duysa, başımız deyir, nə qədər bəla çəkəcək. Onsuz da deyir, sənin günahın var. Orduya, dövlətə deyir, xain çıxmısan. İbn Yəmin, işte pek doğru və məntiqli cavab. Sən vəkil ol, nə dilərsin, onu yap. Bir növ bunu kinayə ilə deyir də, yəni bir növ əsəbi halda deyir. Tərəddüdlü halda. Görsə deyir ki, diplomatça bir təbəssümlə. İblis məğrur qəhqəhə ilə yalnız, evet iblis, o böyük sənətkar, həm yapar, həm də yıqar qüdrəti var. İblis öz-özünə deyir, İbn Yəminin arxasıca. Bu sırada Vasiflə küçük zabit sağ qapıdan daxil olur, ətrafı süzməyə başlayırlar. İbn Yəminin evinə gəlirlər artıq. Bu cəsarət nə demək? Ey bana bak, iblis deyir. Vasif istehsalı, bu oteldir deyə sandıq bir qonaq. İstehsalı deyir ki, yəni bu qonaq, malikanə, otel boydadır da, bunu demək istəyir. Əcaba sahibi kimdir otelin? Bir ərəbdir, adı da İbn Yəmin. İblis qızğın, sayğısızlıq yetişir, haydi gedin. Vasif, şımarıq abdala bax, dur. Nə dedin? Küçük zabitdir. Vasif, Allahı sevərsən də bıraq. Dur, təlaş etmə, əzizim. Kiçik zabit deyir, iblisə deyir bunu. Alçaq, nerede Rəna, onu göstər. Nə demək? Varıyor İbn Yəminə o mələk. Yəni deyir ki, artıq İbn Yəminin olacaq, bunu demək istəyir. Onu qandırmış o xain. Lakin ben sağ olduqca bu iş namümkün. Deməli, bu hissədə bilirik ki, biz Vasif hələ İbn Yəminin evində gələndə Rənaya aşiq idi. Ondan sonra vurulmur ki, orada artıq sevirmiş. Və İbn Yəminin arxasıca gəlirmiş. İbn Yəminin artıq günahlarını bilirmiş. Yəni cəzasını bilirmiş ona görə. Və deyir, mən sağ olduqca icazə vermərəm ki, Rəna ona yar olsun. Kiçik zabit mülayim, arkadaş, gerçi o sərsəm məğrur Vasifi göstərir. Qızın ən sevgili məşuqu budur. Yəni deyir ki, qızın sevdiyi məşuq budur, yəni Vasifdir. İblis, ah, ayaq səsləri var, tez çəkilin, sonra biraz sonra gəlin. Vasif arkadaşına xüsusi, gedəlim, ən iyi yol, hər ikimiz azacıq sonra misafir gəliriz. Şu hərif çünki yaxın dostumdur, bəlkə bir rənglə iş həll olunur. Deməli, İbn Yəminlə Vasif yaxın dost olublar, amma İbn Yəmin bilmir ki, Vasif onun arxasıca gəlibdir, onu tutmaq istəyir. Maraqlı hissələrindən biri də elə budur. Baxın, yaxın dostudur, əslində İbn Yəminin arxasıca gəlib, İbn Yəmin isə bundan xəbəri yoxdur. Kiçik zabit, şimdi çıxarkən iblisə, şimdi var bir sana ümid ancaq, çarə bul, yoxsa o qız məhv olacaq. Bunu iblisə deyir. Deməli, kiçik zabit iblis olduğunu bilmədən ondan çarə istəyir, Rəna ilə bağlı. İblis məğrur qəhqəhə ilə, bəndən imdad umuyor cümlə cihan, biri zalım, biri məzlum insan. Görürsünüz, məndən bütün cahan deyir imdad istəyir. Hansı ki deyir, bir tərəfi zalım olur, bir tərəfi məzlum insan olur.
Rəna sol qapıdan daxil olur. Bu ziyafət nə demək? Söylə, niçin? Sana heç açmadı mı İbn Yəmin? Yəni sənə heç demədi. İblis yarım qəhqəhə ilə bilmiyormuş gibi davranmaq nə? Bu ziyafətdir əlamət dücünə. Səni təzvic ediyor İbn Yəmin. Şimdi əmr etdi nikah qılmaq üçün. Baxın, burada sizə təzvic sözü maraqlı gələ bilər ki, təzvic nə etmək nə demək? Təzvic etmək əslində ərə vermək, evləndirmək. Dilimizdə deyəndə, yəni öz sözümüz deyil, amma işlənir. Bəlkə də eşitmisiniz. Zövcə sözü, zövcə. Ərəblərin sözdür. Yəni həyat yoldaşı, qadın, evli, ərli qadında təzvic baxın zıvıcı, zövcə zıvıcı eyni köçdaş sözlərdir. Yəni sənlə İbn Yəmin evlənir. Sənə deyir nikah qılmaq üçündür bu məclis. Rəna həyəcanlı və şaşqın. Sus, aman sus. Nə rəzalət, etimadsız. Əcəba, yox çəkilməz bu xəyanət əsla. Bəni bilməm ki, nə sanmış şu hərif. Ah, pək doğru diyormuş Arif. Deməli, bunu eşidəndən sonra Arifin doğru dediyini bildi. Arif demişdi ki, getmədə mən o İbn Yəmindən gözüm su içmir. Hiç merak etme, duyar şimdi duyar. Şimdi anlar ki evet bende ne var. Geldiği kapıdan çıxır. Bu sırada Arif fəsli olaraq yüzünü gözəlcə təraş etdirmiş olduğu halda sağ qapıdan girər. Bunda vaxtı var, gedib elə. Rənanın qapıyı qapayıb getdiyini görüncə büsbütün şaşırır. İblis, bana bax, hey səni sərsəm budala. Bu cəsarət sana nereden əcəba? Arif, ondan, ah işte o dilber kızdan, şimdi buradan süzülen yıldızdan. Söylə dərdin nədir, aydın söylə. Mərhəmət qıldı, aman lütf eylə. Söylə Rənaya ki, Arif gəlmiş. Deməli, Arif burada İblisdən mərhəmət istəyir. Amma xidmətçi. Bayaq harda istəmişdi? Bayaq da kim idi? Kiçik zabit mərhəmət istəyirdi. Çarə istəyirdi. İmdad istəyirdi. Deməli, kiçik zabitlə Arifin ortaq cəhəti nədir? Rənaya görə İblisdən imdad istəməsi. Anladım dərdini, lakin bu zor iş. Ona nail olur ancaq onlar ki, avucular dolusu altını var. Yəni, Rənaya kimlər nail olur? Hansı ki, ovuc dolusu qızılı olanlar. Arif, bəndə yox altın, əzizim, zira uymamış sərvətə könlüm əsla deyir. Məndə qızıl yoxdur, heç vaxt deyir, könlüm sərvətə uymayıbdır. İblis yarım qəhqəhə ilə, altının yoxsa silahım var ya, bəni öldür də qavuş sonra ona. Deyir, mənim altınım yoxdur, könlüm heç vaxt ona uymayıb. İblis də deyir ki, sənin silahın var, məni öldür, ona qovuş. Yəni, qatil ol da bu anlamda, xidmətçini öldürmək. Yox, silahım da yox, insaf eylə, sanma vəhşi bəni, sən bir öylə. Deməli, mənim silahım da yoxdur, sən məni deyir, vəhşi hesab eləmə. İblis mənalı bir qəhqəhə ilə, pək gözəl, anladım. Ancaq Rəna, qismət olmaz bu təbiətlə sana. Üzülüb durma, çəkil get, zira qüvvətə altına tabi dünya. Deyir, dünya qüvvətə altına tabidir, ya gücün olmalıdır, ya da qızılın olmalıdır. Yoxdursa, yəni Rəna sənin qismətin olmayacaq. Nəyə daldın, niçin oldun məyus? İblis Arifə deyir. Çünkü yok bir şeyim, əfsus, əfsus. Bir şeyin yoksa da könlün var ya, bana ver könlünü. Deməlidir, könlünü mənə ver. Hansı ki, ana əsərində, Səlman əsərində Orxan İsmətdən könlünü istəyir. Və burada da İblis Arifdən könlünü istəyir. Arif deyir, əsla, əsla, bunu heç umma. Sakın Arifdən vermişim könlümü yalnız ona mən. İşte şərqin mütərəddid çocuğu, şaşqın, aptal, əsəbi yavrucuğu. Burada mütərəddid sözü bayaq remark hissəsində də gedirdi. Tərəddüddür, tərəddüd. Hərflərinə baxın, t-r, d. Deməli, çaşbaş, qərarsız, çaşqın halda, qərara gələ bilməyən bu anlamda, yəni çaşbaş uşağı, çocuğu, şaşqın, aptal, əsəbi yavrucuğu. Arif masar üzərindəki şərab qədəhini yakalar. Ah, aman, bir içim olsun, bana su. İblis sürahi alıb qədəhi rakı ilə doldurur, al iç. Arifin xəbəri olmadan ona rakı verir, şərab verir. Yarıya qədər içər, üz gözünü bürüşdürür. Eyvah, nə dəhşət, yahu, su deyil, səmli bir ateşdir bu. İblis başqa bir şüşədən böyük bir qədəh dolusu ərğəvani şərab verir. Bu fəqət tatlıdır, al iç. Deməli, bu adam şəraba görə nə dedi? Deyir, su deyil, bu ateşdir, səmli bir ateşdir. Yəni,
şərab olduğunun fərqinə vardı. Səmli sağlam anlamdadır. Bunu da yadda saxlayın. Səmli, sağlam. Sağlam yəni atəşdir bu. Əsl atəş bu, sağlam atəş. Səmli sözünün mənasını qeyd eləyin. Ola bilsin ki, düşər mənaları soruşanda. Səmli sağlam deməkdir. Hə. Sonra nə verir? Ərğəvani şərab. Ərğəvani nə deməkdir? Ərğəvani də qırmızı şərab, al qırmızı rəngdə olan. Ki al deyir, bu tatlıdır, al iç. Nədir o? İblis iç də bax, sonra duyarsın nəymiş. Ən gözəl töhfə keşiş göndərmiş. Deyir ki, bunu keşiş töhfə kimi göndərib də, al iç. Bir qədər içər, qədəhi məmnun və nəşəli bir baxışla süzərək, ah evet, sanki şəfəq dalğalı nur. Deməli, bunu içir və bundan xoşu gəlir. İçib bitirdikdən sonra niyaz ilə, şimdi Rənayı çağırsan nə olur? İblis, onu sən pek mi sevərsin? Cibindən cigara çıxarır, sorma, sızlayan könlümə atəş vurma. Deməli, Arif bunu İblisə deyir cavabında. İblis çıxaraq cığarayı ateşlər, ta çocukken seviyordum onu ben. Deməli, Arif buna deyir. İblis qapıyı işarətlə, gəliyor işte o gül göncək dəhən. Arif, ah aman, halı nasıl hüznavər, gözlərindən saçılır şimşəklər. Halı necə də kədərlidir, gözlərindən də deyir, elə bir şimşək çıxır, yəni ateş çıxır bu mənada. Rəna əlində birkaç parça kağız daxil olur, hansı ki bayaq demişdi, mən indi bilirəm dedi Binyamini neyniyəcəm, kağızı gətirməyə getmişdi. Arif, ne için geldin sen? Sorma benden, onu sor qəlbindən. Şu kağızlar ne içindir yavrum? Onu bunlar edəcəkdir məhkum. Yəni İbn Yəmini bunlar məhkum eləyəcək, tutacaq. Əcəba kimdir o xainimiz üçün? Səncə pək bəlli hərif. İbn Yəmin. Kağızları sənin üçün deyil, məlum idi, onsuz İbn Yəmin. Kağızları göz ucu ilə süzərək, şu xəyanətləri sən əvvəldən biliyorkən susuyordun. Bu nədən? Beni kandırdı da sandım o dəni, bulur əlbət babamın qatilini. Sonra baxdım ki, o bir başqa səfir. Deməli, kağızlarda yazılmayıb, İbn Yəmin Rənanın babasının qatilidir. Kağızlarda İbn Yəminin cinayətləri yazılıbdır. Hansı ki, satqınlıqları, vətən xaini olduğuna dair məlumatlar var. Deyir ki, məndə deyir, bunlar var idi. İbn Yəmin deyir, mənə Allah'tı ki, onları yenə heç kimə vermə. Mən sənin babanın qatilini tapmaqda kömək eləyəcəm. Arif deyir ki, zənn eləyir burada. Bəlkə hep kendisi cani, qatil. Rənaya bana ver onları, Rəna bana ver. Rəna İblisi göstərir. Hələ səbr et bakalım, bir bu nədir? İblis ver, evet ver, o nə lazımsa yapar. Deməli, xidmətçi qismində olan İblis qarşı gəlmir, deyir ver. Bana ver şimdi, o azğın canavar bulur əlbəttə cəza qurtulmaz. Kağızları alır, sürətli addımlar gəldiyi qapıdan çıxır. Rəna, lakin o hərif pək qurnaz, istirab içində deyir bunu. Təlaş etmə, quzum dinlə bəni, iki bildik soruyorlardı səni. Sözünü kəsirək, kimdə onlar? Biri olduqca yiğit, Vasiflə kiçik zabiti deyir. Vasif ismində gözəl bir zabit, şad və məmnun, bayaqdan Arifdən danışını da Vasifi görüb, gerçəkmi bu söz? Pək gerçək, bana söz verdi, əmin ol gələcək. Daxil olur İblisə, əcəba sevgili Rəna nə diyor? İblis, bəyim ishar məsərrət ediyor. İshar bilirsiniz ki, izahdır. Məsərrət nə deməkdir? Məsərrət arxaizmdir, sevinç, şənlik, şadlıq. Deyir ki, bəyimdir, sevincin izah eləyir. İblisin omuzunu oxşayaraq, xeyli məmnunum əzizim səndən, İbn Yəmin deyir. Rəna kinayəli acı təbəssümlə, xəstəyə baxmaq üçün gəlmiş ikən, bu ziyafətdə bulunmaq nə tuhaf? İbn Yəmin, yoxmudur səndə gülüm heç insaf? Yaralı əskərə baxmaqsa məram, əskərim bəndə, böyük həm də yaram. Yar da aç, qəlbimə bax, sonra inan, çünki hala ağrıyor, kəsmədi qan. Yəni deyir, mən də sənin xəstələm, bunu deyir İbn Yəmin. Təmin ediyordun da bəni, bulacaqdın babamın qatilini. Deyir, mənə əmin eləmişdin ki, babamın qatilini tapasan. O da mümkün Rəna. Bir düşün, ben ne dedim şimdi sana? Hep sevin, gül, mələyim, çünki bugün ələ düşməz nə saadətli düyün. Çavuş, gəliyor işte misafirlərimiz. İbn Yəmin
get gülüm, sonra məhəbbət edəriz. Misafirləri qarşılamaq üçün qarşıçı qapıdan çıxar. İblis Rənaya, heç merak etmə, əmin ol, o benim ən itaətli qulumdur daim. O benim ən itaətli qulumdur daim. Durma get, bəklə də fürsət dəmini, bəlkə rüyada görür bir də səni. Deməli, burada Rənaya bir növ əminlik verir ki, o səni yuxuda görər də. İstehsalı qəhqəhə, Rəna sağ qapıdan çıxar. İbn Yəminlə Vasif, arkadaşı və 2-3 zabit daxil olurlar. Deməli, bax, görürsünüz, İbn Yəminlə bərabər Vasif, Vasifin arkadaşı 2-3 zabit daxil olur. Burada Vasif ilə İbn Yəminə deməyib heç nə. Öndə olaraq tatlı qəhqəhələrlə hay hay buyurun nə xoş təsadüf. Vasif və kiçik zabit misafirlərinə göstərir. Bir arkadaşımdır işte Vasif. Aylarca əgərçə ayrı düşdü. Qismət bu, yenə bugün görüşdük. Vasif xoşbaxt olaraq ziyarətindən könlüm nə qədər sevindi bilsən. Əslində bunu yəni doğrucu demir. İbn Yəmin, ben hərb ediyorken ordumuzda gördümsə 5-10 sevimli sima. Vasif, şu könüllü şanlı zabit bir yıldıza benziyordu sabit. Vasif, şu könüllü, yəni Vasifi burada tərifləyir ki, mən deyir, döyüşəndə ordumuzda 5-10 sevimli sima gördümsə, Vasif deyir, bu könüllü şanlı zabit bir yıldıza benziyordu sabit. Yəni dəyişməz bir deməli ulduzuydu sanki, ordudakı qəhrəmanlığın deyil. Birinci zabit, dünyayı saran şu qanlı qavğa bir xeyli yiğitlər etdi peyda. Yox şübhə, budurlu nevcavanlar olduqca dəyərli qəhrəmanlar. Deyir, şübhə yoxdur ki, bu türlü nevcavanlar olduqca dəyərli qəhrəmanlar da olacaq da. Deməli, İbn Yəmin, qavğadan qolay müvəffəq olmaq, tale və cəsarət olsun ancaq. Birinci zabit, yahu bu nasıl düyün ziyafət? Məscid mi bu? Ya ki, bəzmi işrət? İşrət məclisi anlamında, keyf işrət məclisi. Gerçək bu nə? Oynayıb çalan yox. Bir nəşələnib də zevq alan yox. İbn Yəmin, dur, həp olur. Onsuz olmaz əlbət. İsmarlamışım, gəlir bu saat. Rəqqasələr əmrə müntəzirdir. Yəni artıq da çavuş gəlir deyir. İbn Yəmin deyir ki, gəlsinlər, əvət. Həmən xəbər ver. Çavuş çıxar. Birinci zabit, gəlsinlər, əvət. Dəyişsin əhval, gülsün azacıq pəri amal. Tam 5 sənədir ki, rahib olduq, ciddiyyət içində həp boğulduq. Rəqqasələr daxil olur. Bunu ikinci zabit deyirdi, orada toyda olan zabitlərdən. Yəni, toya gələn zabitlərdən deyir. İbn Yəmin çalğıçılara, çal haydi, çal, haydi çal, etmə fevdi fürsət, çal durma, sənindir işdə nevbət. Deməli, artıq toy başlanıb. Yəni, fasilə eləmədən növbə sənindir başda. Birinci zabit, çal sızlayıb inləsin otellər, çırpısın onunla həp könüllər. Deməli, çal məclisə zevq nəşə gəlsin, çal ta ölülər də rəqsə gəlsin. Elə çalcı deyil də, lap ölülər də deyil rəqsə gəlsin. Çalğı başlar, rəqqasələr aşağıdakı şərqiyi həmahəng olaraq söylər və rəqs edərlər. Deməli, aşağı bir mahnı da var. Hər şey sənindir ey qafil insan, gülgün şəfəqlər, rəngin çiçəklər. Hər şey sənindir ey cahil insan, parlaq günəşlər, dilbər mələklər. Yalnız sənin hər türlü nemət, gənclik, gözəllik, eşq-i ülfət, hər saadət. Sür daima zevq-i səfa, fevt etmə fürsət, bir gün gəlir əsla, səmər verməz nədamət. 5 günlük ömrün rüyaya bənzər, daim gül əylən, olma kədərli. İç badə, həp gəl cuşə, xüruşə, şəməsti eşq, sərməsti eşq ol, eşq sərməsti, eşq xəstəsi ol. Ey gözün, qəsvət nə lazım, bir gün gəlir əldən çıxar zevq-i xərabət. Al nəşə hər şeydən, əvət, qəflət nə lazım, bir gün gəlir əldən düşər peymanə heyhat. Yəni deyir, indi vaxtında, indi deyir şənlə. Burada fikrinizi hara yönləndirirəm? Deməli, baxın, rəngin çiçəklər. Rəngin nə deməkdir? Rəngin düzəltmə sözdür. Əlvan deməkdir. Al əlvan. Yadda saxlayın bu sözü. Rəngin çiçək.
Rəqs bitmək üzrə ikən Ariflə bərabər əli silahlı 2 qanun nəfəri daxil olur, yəni polis. Birinci qanun kəskin və amiranə bir tevr ilə rəqqasələrə sakit dağılın. İbn Yəmin nədir bu rəftar? Arif ta kəndisi işdə al qəddar. Lakin çəkilirmi bu həqarət? Birinci qanun həb nafilə, bunca qeyzü hiddət. Əlan səni istiyor hökumət, gəl. Deyir ki, yəni bunların hamısı boşdur da sənin dediyin sözlərin. Səni artıq hökumət çağırır. Bəllidir etdiyin xəyanət. Deməli, İbn Yəmini alıb götürürlər. Ariflə misafirlər də bərabər çıxar. Vasif də kiçik zabitə, bax şimdi də fevt edilsə fürsət, daim qalırım visalə həsrət. Sol qapıdan girmək istər, Rənaya qaşlarını çıxar, Rəna qarşılarına çıxar, Vasif pərəstişkar bir tevr ilə Rəna, sevimli afət, gəl durma, aman edilsə qəflət, mütləq səni məhv edər şu xain, olmaz daha qurtuluş səninci. Baxın, fikir verin, deməli, Vasif Rənaya deyir ki, Rəna, sevimli afət, gəl durma, aman edilsə qəflət, mütləq səni məhv edər şu xain, olmaz daha qurtuluş səninci. Yəni, Rənanı götürüb qaçır ki, deməli, bu deməli xain bir də səni tapsa məhv eləyəcəkdir və sənin üçün qurtuluş olmayacaq. Gəl. Vasif, gedəlim. Fəqət bu müşkül, heyhat bulunmadıqca qatil. Birinci deyir Vasif gedəlim, sonra tərəddüd eləyir ki, bu müşkül deyil. Heyhat bulunmadıqca deyil qatil. Rəna deyir bunu. Vasif deyir ki, baxın, sən gəl, bulunur o bir gün, deməli, əlbət. Rəna, daha durma işdə, fürsət. İblis deyir bunu. Lakin babam, ah gəl, aman gəl, çıxarlar. Get, daha durma, artar əngəl. Xain yakalandı, ən nihayət, Arif gəlir deyir. İblis yarım qəhqəhə ilə eşq olsun, evet, böyük məharət. Rəna hanı söylə gəlsin, əfsus bir zabitə uydu getdi. Arif çılğın, ah sus, yahu bana bax, şaşırma əsla. Rəna, o mələk əlində hala. Bir söylə, nə səmtə getdi onlar? Bax, qarşıda işdə xurmalıq var. Bildim, yetişir o bəlli bir yol. Dərhal dışarı çıxar, get durma. Fəqət yazıq əmin ol, bəklər səni bir yığın cinayət, izlər səni bir yığın fəlakət. Bunu arxasıca deyirdi, özü eşitmir, yəni Arif. Bu bizim olduğu 2-ci məclisimiz, yəni İbn Yəminin evində olan hissələr, malikanəsində olan hissələr.